Salam, hörmətli izləyicilər. Zəhmət olmasa bu videonu bəyənin, YouTube kanalına abunə olun ki, məhkəməyə, polis idarəsinə müraciət edən şəxslər və eyni zamanda dəvət olunan şəxslər bilsinlər ki, ayrı yazılmış iki nəfər arasında əl yazmaları, səs yazıları və video yazıları sübut kimi götürülür. İstər məhkəmədə, istər polis idarəsində, sındırı dövründə. Bundan əvvəl qeyd edin ki, bunu mən həm hüquqşünas kimi deyəm, həm əlvi olan şəxs kimi qeyd edirəm. Hörmətli izləyicilər, əgər vətəndaş xəstədirsə və yaxud da əlvi olan şəxsdirsə, polis idarəsinə girmədən şikayətin 102 xidmətinə bildirə bilər və o halda da polis idarəsinin təbliğatçıları gəlib izahatı evdə və yaxud da xəstəxanada ala bilər. Nəzərə alın, hörmətli izləyicilər. Bir məsələ budur. Digər məsələ ondan ibarətdir ki, məhkəmədə yalnız şahid qismində ifadə verdiyi zaman, yəni evdə və yaxud da xəstəxanada verə bilər. Digər havada istər iddiaçı kimi, istər cavabdeh kimisə, onun nümayəndəsi iştirak edə bilər və yaxud dövlət hesabına təmin olunmuş vəkillə təmin oluna bilər, o iştirak edə bilər. Ətraflı məlumatın qeyd olunan telefon nömrəsində WhatsApp vasitəsilə səs müjdəsi göndərib suallarınızı verə bilərsiniz. Qeyd edin ki, mən özümdə əlvi olan şəxsən əl arabasındayam və yaxın günlərdə Astara ailəsinin hüquqi yardım göstərməsinin yer açıram. Eyni zamanda Astara ailənin hazırladığı məhsullar satılması üçün yer açacaq həmin yerdə. Bununla əlaqədar biz həmin vətəndaşları qəbul edəcəyik, həmin vətəndaşları əl işdən sata biləcək, eyni zamanda hüquqi yardım ala biləcək. Eyni zamanda yaxın günlərdə bizə işçi tələb olunacaq. Ona görə hər üç şəxs, həm hüquqi yardım almaq istəyənlər, həm hazırladığı məhsullar satmaq istəyənlər, eyni zamanda işlə təmin olmaq istəyənlər bu videoya baxsınlar və kanala abunə olsunlar ki, növbəti videoda bu barədə məlumat verəcəm ki, iş hardadır, maaş nə qədərdir, şərtlər nədir, hüquqi yardım harda ala bilirsiniz, hazırladığı məhsulları harda sata bilirsiniz, ona görə abunə olun. Hörmətli izləyicilər, diqqətinizə görə sağ olun. Sağ olun.